Adam aktarıp görsün. Ben artık zəngəlikdə yüz varisi başqa tanışlıq. Çıxarı var, nəysə, məqsədi var ona. Danışıb özünü davam edəsin, özünü görəcəksən. Başqa məqsəd olalım. Sən onu danışıb görəcəksən ki, o məqsəd nədir? Elə yolda, ümumiyyətlə yolda cəhdə. Ümumiyyətlə yolda cəhdə, kimsə kiməsi yaxınlaşdırmış olsa deyirsə, görəmə nəysə ihtiyacım var, ya kömək lazım deyil. Onu atırıb eşitdiyi bildiyi məlumatdır, yaxşısa, ancaq nəsə kömək üçün görəmə adam axtarır ki, nəsə axırda. O dərdini deyəcək sən. İndi mən deyib qabaqdan pis olmuyorum. Ama ki, sən danışma davam edəcəksən, görəcəksən ki, o məsələ çıxarı var. Yəni, çıxarsız olmaz da, öyle şeylər. Mədəni dilənçilikdir də. Mədəni dilənçilikdir, başqa bir şey. Yolda yaxınlaşdırır. Ondan sonra getdim işdə, hansısa bir şeyin ihtiyacı olunca. Mən bunu seni qadınları tutuyorum. Valla ben babalıyım ama çünkü yolda yakınlaşanların çok söylüyorum. Ne bak. O vaxtımıza elə bir şey gəldi, atmışdı. Yolda masallı olub mənə belə elə kömək birinci kömək sən o suyla yaptın, ürəyin genişdir, kiraya pulsuna kimi verir. Hə, bir ayını verərəm, mən dedim o da sənə verər, raşıq olarsınız, getməyən, axırın nəzirə, yəni yox, o qədər elə insanlar, qadınlar var ki, bir ay bundan yola verin, bir ay bundan yola verin. Doğru verirlər, bir ay bu kiraya pulsunu versin deyə ondan yola verib, alışveriş edirlər, başqa qoyur, bir ay bundan verirlər, onlar hamımıza yaxşı, bizim üçün biz ortada qalmıyor. Biz de oturduk maaşı gözlüyoruz, bize maaşını sıktan geldi. Elbette onlar özüne bakımlı oldu, maaşı değil. Bizimki de oldu. Böyle yapmaktan sonra güzel kukla kimi qızlar gelip süpürgəsi işləyirlər, ağızdan bağlayırlar, kargol qazaqda görsün ki, sən süpürürlər. Onlar onda şeydirlər. Hazır istəyirlər də, bu insanlar elə qadınlar ki, bir ay bundan, bir ay kişi ağzını yatırın, bir ay başını yiyeyim, bir ay bunu çıxardırır, dəniz girir. Ama böyle kişiler de var, onlar da Başçılaşmıyorlar, ağır sonra bak kulakmak kul verdim, ne dedim, işte ben gelin getirdim, o da ben istedim yerine yetişip sonra aslında bizden ne oluyor yaptım. Ahlaksızlıktan da çok Şimdi sen de yapışsan, ürəkli oğlansan.
ağıllısan. Amma o cəhətdə nə ağıllısan, maşallah. Nicat, bizdə Nicat mən gözüm gördüyümdə. Amma Nicatda məsələn mən tanıdığım kişi məxluqu olaraq, kişi demək olarsa, mən onda görməmişəm. O həmişə elə inanırdı ona, buna. İnan ki, ancaq qadınlar atış gəlirdi də onda təsəvvür edir. Yaxıda uşaq qoydular və qoydular. Yəni bu insan konkret, indi aliment ödəyir ikisində. Bu insan konkret ilan ki gəlir ki, Ülviyə mənə deyir ki, mənim uşağıma bax gedirəm salona filan şey, mənim təzə müdürümdür, nə bilim nəyimdir, bu şey başlayır, nə bilim nəyimdir. Axır o həmin Ülviyə ona bir 8000 pul atdı, çıxdı, getdi. Uşağına can aparırdı gəzməyə. Deyirdim ki, sən taksici işləyirsən də, onun üçün xüsusi taksi işləyirsən, düzdür. O Ülviyə sənə pul verir, ancaq sən verirsən, onun uşağına aparsın deyir. Mənə çatmır, bizə bir şey. İnternetçi qardaşsız qeybətlər. Mən belə deyirdim ki, bax, evə sən ümumiyyət pul gətirmirsən də, yaxşı, bəlkə sənə göstərmişsin, mən də istəmirəm, istəyən biri deyiləm. Onu deyilib sonra. Heç olmasa sən o uşağı gəzdirirsən. Mən belə bildiyimə görə o sənə maaş verməlidir, gündəlik pul verməlidir. Sən o uşağı gəzdirsən, özün gəzdirsən. Heç o sənə pul verir, deyir, yox, uşaqdır da, gəzdirir. Deyirdim, əvvəl. Deyirdim, nə deyim ki, var, heç nə. Sonra axırda deyir, axırda getdi ona. Həmişə mən deyirdim ki, sənin ağzını qaldım. Dedim ki, sənin ağzını qaldım. Məndə keçib biraz həm hissiyatlar, həm uzaq görənlik var. Mənim sözümə axıra bu gəlirlər. Gec-tez gəlirlər də. Yəni, heç mənə inanmayan biri gəlib mənə deyib ki, sənə deyim ki, onda da, qıraqdan baxan bir insan kimi anlam söyləyə bilir. O Ülviyə bunun başına olmasın da o vaxt. Yəni, nə olmalı ki, mənim deyim, yəni məlumatlar olsun ki, belə şeylər var. Mesela ben kimi şeyi işe getiriyor, kimse doktorlardan. Sonra bunlar sonuç güya hamını işe düzeltilmiş, zamanla pul alınmış. Şirket adıyla nasıl gösteriliyor. Nicat'ta yanında aktarılmış. Nicat'ta bütün maşını süren bir insan kimliğine ürün gösterilmiş. Diyoruz ki bak bu olmaz başa düştüm. Hamıdan da pulu aldı, aradan çıxdı. Ayşe, Nicat sağlıqla görməyə. 8000 də qoydular. O həmin adamlar düzünə qoydu ki, hə, bir gəlmişdir. Biz yanıq saxlayaq. Nicat da an gitsi, elədi, dedi ki, ay, mən o şok edirdim, belə eləmədimlər. Hamısı qaldı gün boyunda, o vaxtını ödəkini yaşaq düşünmür. Dedilər, gətir pulu ver, maması taxtı pulu verdi, çıxdı. Həmin adamlar bunu şabit kimi söyləmiş. Böyle şeyler çok yani kalmıştım boynunda. Hamısı yüzüne direnmiş. Ama bir aylık çok iyi. Bir aylık çok iyi. Atış yazdım. Özün işləyib qazanmayınca, özün, yəni hazır işi yoxdur da, biz onu bilirəm ki, asan işi yoxdur. Deməli orada nəsə var, deməli orada hərəkətin nəsə var. Sən özün
asanlıqla nəsə bir şey eləyirsən. Çünki sənin əlindən gəlir. Ona görə də elə ən düz yolu da odur. Mən hep deyirəm ki, insan özü nəsə eləyirsə, mənə də təkliflər olub, nə bilim, ay tutulan firmalar, filan şeydən, onların evdən işinə bilmirəm. Hə, nə bilim belə, özündə hələ çalışıram, yəni menacer məsələn, artım şirkətlərində, o dövlət şirkətidir, amma başqa özəl şirkətləri falan bilmirəm. Mən həmişə demişəm ki, yox, elə işləyəbilsəm belə işləyəcəm, yox, işləmirəmsə ayrılma işləyəcəm. Özüm nəsə eləyərsəm alıram. Yaman. Yo, ümumiyyətlə son vaxtlar Ruhan'da eşitdim. İndi də fikir şeydi, tezləndən bir halını yaptım. Onu sıcaq satıyor. Benim kötü vakarlar için şeydi. Farklı yerden var. Bilmiyorum. Bu meslekler diyesini şey yiyor. Bu pekte şey, arasında saçlı oluyor. Hele bir defa demişim şey, saçtan var. Hele bir gözümüz alalım. Sonra bir şeye bakırsan yiyor. Saçlı yemek şey. Tarifi tadı çekmiş olar. Dedik yoktu. Sonra bir gözler almanı biliyorum. Geldiğimizde neyse başım falan gözüm kararlıksa uzandıkça yukarı geliyorum başım kararlık. Onun sırrını çizim görmeye çalışıyorum. Sanki iyice uzanırsan. Canım neresi? Onu da görmüşüm. Yardım edecek. Yardım nereden yürüyor? Bir gözüm atsın. Bir bez evdeyim mi mesela? Bunlar özünde olmayacağım. Bir de apartlar. Burada medikal klinika var yakında. Yakınlarda. Apartları gördüm sistemde çok güzel. Olmaz. Ama çok bir şeydi de hakikaten. Göz karanlık. Gözümün qabağında böyle zərbələr var. Gözü qaraldı. Yadımda tutub ki, onun sonra qarına başlıyor. Öyle sürdüm.
məndə depressiya var ki, depressiya yüklərinlərdən hər şey yaşayanda sorularım, bundan yaşamalıyım. Amma ki, çox mən özüm şeylə inanmıram da, özümə nəsə edeyim. O, məndə axırıncı həddir. İnanmıram ki, o necə inanmışım. Məndə bir anlıq baş verdi də. Kimlər bir əməllər 60 minədir. Mövqeyə yazılmalısınız. Əgər imkan yoxdursa, dövlət əməl ediləsin. Belə. Dedim ki, indi o vaxtda kimi uşağıma işləyəcək. Dedim, adı üçün cihaz takarız sabah. Belə uşaq cihazla az da olsa eşidirsə, yəni eşidirsə. Başqa bunu mən gözləmədim. Biraz gözlədik, cihaz takarız. Çok görmek istiyorum. Yani çok görmek istiyorum. Bizim aileler şu an dünyada yaşıyor. Dünyada bu dünyada ben yaşıyorum. Yani bu yüzden bir bunu takıyorum. Ama bu böyle bir şey takıyorum. Biraz takılandı. O kampiyonla koşuyor. Bütün inşallah netice olarak yani uşaqlarına özel öyle ölçümünü gözlemedim. Biraz da kısa yapıyor. Allah'ın uşaqlar ki, o da bir hərəkət etsin. Şurada demədim. Allah'ın demişsin ki, az bəlkə gözlə sabahdan yaxşı olacaq da. Yəni cihaz saxlasaq yaxşı olacaq. Mən işləyəcəm, uşağımı işləyəcəm. Bizim nə yaxşı olacaq? Amil eşitdiysə, mən də yaxşı olacaq. Sonra mahnıları qoyurdum, uşaq oynayırdı cihazla. Ondan əvvəl uşaq çığırırdı, ağzını tuturdum, çağırırdım, uşaq cavab vermirdi. Ay Allah, nə bilmə, çox pis şeydir. Uşağın eşitməməyi həqiqətən çox pis şeydir. Baxırdım mütfilmə, mən belə eləyirdi ki, orada nə deyirdi? Mən belə eləyirdi, uşaq əli ilə danışırdı mənimlə. Mən dedim, Allah məni ölçsün, mən necə başlasam ki, orada uşaqlar mahnı səsi gəlir, uşaqlar, orada nəfələrdə uşaqları mahnı oxuyurdular, oynayırdular. O belə baxırdı, xam baxırdı, gözü doyurdu. Özü başa düşürdü, deyir ki, amma mən dəsən eşitmirəm də, mən başı salmışım, eşitmirəm. Amma cihaz taxandan sonra elə bir uşaq təzə uşaq oldu da, tamam başqa gözünə işıq gəldi. Ondan sonra şey oldu, Allah, ondan sonra uşaq başlaydı, bütün gedirdi, rəfədən tayıqlar, nəsə belə var idi. O tom. O mahnısı zaten oxuyurdu. Uca eşitliksə danışırdı da, deyirdim, Allah şükür də, yəni uşaq başına uşaq var. Ondan əvvəl çox şey, darıxırdı, nəyə sıxılırdı. 2 yaş 4 ayında, uca 45 yaşında danışdı. O vaxta kimi yenə də tam danışırdı. Çünki uşaqlıqdan eşitdim, onu belə cihazı gecikdim də, gec taxdım. Köküydü. Bu problemi var bir şey. İnansan mən də arıqlamışdım orada burada. Alırdım qucağıma, birini tutmuşda bir tərəfi saxlayırdım. Ay o, mən də bəlkə sənə belli qaldı olacaq. Ayrı qalmışdı. Mənim yaxşı problemim yoxdur ki, 4 kilo yanında olmuşam, çox cüş olmuşam. Mama bir iki qatlarımın arasında anı da elə olur, etməsi cüş olmuşam. Görürsən niyə? Bu problemlərdən bir-iki dəfə ömrümdə arıqlamışam. Bizdə hədis var. Yeni uşaqlar var ha. Bu uşaqda problem sıxmış bu uşaqda.
Ha, anladım. We've got a slacker over here. Həm də beyində sensorlar sinir xəstəliyi nədir? Elə ki, bizdəki o sinirlər onlar bunun əsas problemi ikisində ölüm toplanmış oluyor. Ha, onlar o dərmanlardan ziyan görüb ölür. Ona da sürüm çəkmişəm, amma asıl məqsədim yaxşı. Mən onu ödüləşdim, kullanmış. Biz yenə də tənbəldir. Ne öyle hesap edin, sen yorgunsan ve danışırız. Nehir hesap edin. Git de. Git yatsana oğlum. Hadi danışırız. Bunda arkasını danış. Biraz da arkasını danış. Git yat. Mutil karşım olsa belə ona çəkinərəm deyərəm ki, yaxşılıqdır şükür. Yəni alımı salamı belə rəhməndirə bilmərəm. Elə danışdı ki, yəni elə bir sənə tanıyır. Doğma insan kimi, belə qohum kimi, çox yaxın bir söhbəti olan insan kimi. Elə haqqası danışmışsın. Sən sevdin də, nədir də? Ne diyeyim, istəyirəm bu biraz arkasından ben sizi yaşadım da, ona göre dedim. Yoksa əksinə yəni... Deyirsən ki, sən deyirsən ki, mən başıma bunu getirdim, ona göre demiş, biraz da arkasından danış başımda. Həmişə yeni tanışlıq, həmişə yeni söhbətlər maraqlı olur. Şimdi qıca bilmirsən, məncə elə. Burada gör. Burada əksər alınmalı istəyirəm. Yəni ki, istəyirəm. Çünki mənə gəlir ki, çox bir tanış olan biri deyilsin. Deyilməsə də. Mənə də gəlir ki, and deploy the garbage compactor. The cool thing about this unemployment office. We've got a slacker over here. Onlar məşğuliyyətə girirlər. Mən o onlar öz hayatlarında
Yani kızlarda bu takdir var. Çatından da kızlar. Yani dost adından da istifadə edirlər. Yəni mən istəsəm deyərəm ki, hə, dostluqdur da, dostluğuna dinləyirsən, tanış olar. İndi istəyirəm, çünki sən onu doldurursan da, həm dost kimi, həm başqa cür, yəni hər tərəfi doldurursan. Amma mən də səncə bir dənə bir sual verim də sənə, onlar bir şey deyil. Mən yenə deyirəm, darıxmaqdan başqa mənim bir məqsədim olmayıb şəxsən, çəkəcəyim, bunu mən sənə demişəm, bilirsən, o da bir çatçılıq olub, son vaxtlar eləmişəm. Amma ki, mən yenə deyirəm, o qızların, çoxsun babanı bilmirəm, o bildiyim qızlar var ki, onların həyatında hər şey var, dostluqlar, sevgilislər, bilirlər ki, onlar dostluq kimi görürlər. Yəni, bir çıxarım, nəsə görürlər. İndi şəxsən mənim nə çıxarım ola bilər? Bir dənə elə belə soruşuram. Mən demirəm ki, mən milyonçuyam, qətiyyən. Amma xasiyyətimi bilirsən ki, xasiyyətim elədir ki, mən öz anamdan belə pul istəməyən adamam, məsəl üçün. Əgər onların bir çıxar da bilirsən də nədir? Çıxar nə ola bilər? Ancaq hədiyyə və yaxud da bir pul. Başqa məqsəd ola da bilməz. Başqa məqsəd ola da bilməz. Mən şəxsən TikToku elə başa düşürəm ki, o qadınlar canlılarda ona görə gəzirlər. Bir aydınlarda, üç aydınlarla, beşinlərlə. Mənim şəxsən nə məqsədim ola bilər? Ki, mən kimlə tanış olum. Onu da görürsən də, o bir şahiddir. Onu da şahiddir. Back to Coffee break's over. You're back to work. Mən ən çox güvəndiyim sənlə də yata bilmirəmsə, çox da yaxın ola bilmirəmsə, şəxsən mənim yaxşı başqa nə məqsədim ola bilər? Allah şükür, özüm də özümü təmin edən insanamsa, belə bir məqsədim yoxdursa, yəni istifadə eləməyi bacarmıram. Ümumiyyətcə, o şey yoxdur məndə. Mən özüm eləməsəm, mama da mənə nəsə eləyəndə deyirəm ki, yox, mənə nə eləyəndə, mən eləməsəm, nəsə də xasiyyətdir də, belə bir xəstəliyin yox. O zaman görünmüşdüm. Mənim başqa yaxşı nə məqsədim ola bilər? Nə məqsədim ola bilmək? O qədər. Bu qədər. Vəssalam. Səndə sən oğlansan, sənə lazımdır, sənə təcrübə lazımdır, sənə nəsə lazım, yox, lazımdır. İndi ola bilər ki, sən yetərinci təcrübən var, amma dövr dəyişdikcə şeylər də dəyişdir. Məsələn, insanların xarakteri dəyişdir. Yeni dövrdə nə baş verir, onu bilməlisən. Mən şəxsən istəyirəm ki, indiki dövrdə sən tanış olasan, biri yansın, görəsən ki, nədir bəzir. Çünki mən tanıdığım adlarında kim kimlə tanış olursa, ancaq bir çıxar. Yox, yaxşı görmək lazımdır. Yəni mən sənə 100 yox, başa düşürəm. Mən şəxsən bir qadın kimi sənə belə deyəcəm, analiz edərsən ki, o TikToka girən qızlar, o canlıya girən qızların məqsədi ancaq bir çıxarı olmasa girməsi. Yəni ona görə deyəm ki, onu yaşayıb görmək lazımdır. Sən də bir oğlan olaraq, oğlanlarda xüsusiyyət var ki, yaşamasa görməsə bilmir. Belə bir gerçək var ki, qızlar məsələn öncədən görə bilir, hiss eləyə bilir, amma kişilərdə bir xüsusiyyət var ki, mənim oğlum da elədir məsələn. Özüm birdən deyirəm ona ki, filan şey eləmə, yaxşı olar. Mənim oğlum görürəm ki, yox eləmək istəyir, fikir qalıb orada. Məndə bir xüsusiyyət var, sıxmıram. Deyirəm ki, axırda, hə adım, ged elə gəl. Bilirəm ki, gedib özü görüb, dili yanıb gələcək. Yəni oğlanlarda bu xasiyyət yaradılışında var. Eləyib dili yanmasa, geri qayıtmır, başa düşürsən, yəni necə deyil. O saati görür, onu yaşamalı ayağını görür. Təcrübə də olmalıdır. Yəni ona görə istəyərəm ki, sən də İnşallah yaxşı olur, amma o dövrdə inanmıram ki, ətrafda yaxşı insan var. O qadını keçərçəkdən girmir. Mesela vaxtı yoxdur ya. Allah öz birləşdirsinlər kimlə hədiyyə etsinlər. Mən hiç görmüşəm. Əgər gəlir ki, danışır. Mən təbii ki, bazı məsələ görürəm. Bir
hafta bir nefer tuttu, 5 nefer tuttu. Ama böyle yan sebepler oldu gördüm. Kadına tutulmuştu. Kadına kişilerin de tutulmuş. Oğlana göre de yaşlı görünüyor. Yaşaması değil. O sənə elə gəlir. Sən heç ki, sən bir söz deyil. Elə bir vəziyyət yaradıb qadınlar, indi çox durmuş qadınlar. Sənin heç ruhun da incimir. Sənin heç ruhun da incimir. Sən heç bilmirsən ki, nə baş verdi. Bir də baxırsan ki, bir yanda sən ki, yox. Başa düşürsən. Yox, maddi mənəvi. Sənin vaxtın gedir, sənin pulun gedir, sənin mənəviyyatın gedir. O qazanır, sən yox. Başa düşürsən. Çünki bu insan səndən tanışdır, sən niyə tanışmır? Sən heç istifadə etmirsən. Tanışdığın üçün yox, heç olduğun üçün yox. Bu səndən bir təkliyə ehtiyacı yoxdur. Yarın sayırsan, sonra oturacaqlar. Başa düşürsən. Bu insan səndən istifadə etməyə tanışır. Ona görə də ziyanda sən olacaqsan, o yox. İstəyir 10 ildə keçsə, 10 gündə keçsə, axırı görəcəksən ki, yəni nəticə budur. Tek şey olsun, prosta ətraflı gördüyümü deyirəm. Səhərin yarışına o qədər istifadə olursa, ona görə də gəlmişəm ülkü qızlar. Mən şəxsən ülkü qadınlardan qorxuram. Mən bir qadın olaraq qorxuram qadınlardan. Ama ben şahsen bir adam tanıdım. Dayımın özü. Böyük dayım həmişə deyirdi ki, məni heç kim allada bilməz. Məni heç kim allada bilməz deyirdi bu sözü. Amma onu elə aldatmışdılar ki, sözünü də ruhu inciməmişdi. Şəxsən mən, onun arvadı da deyirdi ki, mən ərimə güvənirəm. O, yəni, nə maddi, mənəvi, heç kim onu aldatıb, nə heç vaxtını ala bilməz. İnanın, telefonla danışmaqdan şeyə düşürdü. Cərimələrə düşürdü bu insan. Orada bilinirdi ki, bu telefonu söndürə bilmir. Necə adəti olubsa, qadın onun başını düşürür. Hər dəfə gəlib cərimə ödünürdü. Başa düşürsən. Mən də deyirəm ki, mənim əlimi Allah'a bilməzlər. Bir məşqlik danışdıq, o danışdığım sözü görəcək, biləcək, yəni görəcək, paylaşdırır. Amma o qədər yəni ziyana düşdü ki, axırda. Dedi ki, anladırlar da, kızlar bilirsən. Yox, kızlar elədir. Çok